Salamlayıram hər kəsi, bütün komandamızı, rəhbərlərimiz başda olmaqla. Bugün bizim çoxdan da biz bir-birimizi belə deyək, Zoomlarda görmürük. Yəqin ki, Zoomlarımızı davam eləməyə hər biriniz siz də yəni şadsınız ki, yenidən Zoomlarımız başlayıb və bu gözəl məlumatlardan faydalanmağa yenə də davam edəcəksiniz. Bugün bizim mövzumuz güclü immunitet haqqında olacaq və güclü immun sistemi ümumiyyətlə bilirsiniz ki, bağırsaqlardan başlayır və immunitetin elə əsas faizi, yəni ki, bağırsaqlarda yerləşir və biz bağırsaqlarımızı mütləq şəkildə təmizləsək və o bağırsaqlarımız nə qədər təmiz olarsa, demək ki, bizim immun sistemimiz bir o qədər də güclü olar. Ümumiyyətlə, güclü immun sistemi güclü bir komandaya bənzəyir. Onun yaxşı işləməsi üçün müəyyən, yəni şərait olmalıdır. Burada həm yuxudur, həm qidalanmadır, həm fiziki hərəkətlərdir, sonra pis vərdişlərin olmamasıdır və burada demək müdrik rəhbər, yəni hansı ki, burada özünə qayğı və sağlam düşüncə, yəni bunlar hamısı nəzərdə tutulur. Yəni kiçikdən başlasaq, yuxumuzu düzəltsək, rasionumuza fikir versək və onda bütün bu dəyişikliklərə başlasaq, yaxşı bir nəticə əldə etmiş ola bilərik. Güclü immun sistemi bu hansısa bir möcüzəvi həb deyil. Bu amillər kompleksinin nəticəsidir. Sağlam yaşam tərzi, yəni hərəkətdən. İmmun sisteminin gücü ondan asılıdır ki, nə qədər yaxşı və ahəngdar işləyir bütün bədənimizin müdafiə sistemi. Və dediyim kimi, burada bir neçə dənə amillər təsir eləyir. Burada həm sağlam yuxudur, hansı ki 7-9 saat ərzində olur, balanslaşdırılmış qidadır, zülallardır, vitamin və minerallardır və prebiotiklər və probiotiklər. Regular fiziki aktivlik də olmalıdır və dediyim kimi pis vərdişlərin olmamasıdır və stresin kontrolüdür. Yəni bunların hamısına biz riayət eləsək, sözsüz ki, immunitetimiz güclü olacaq. Və biz istəyərdik ki, bugün bizim Siberian Wellness şirkətinə məxsus məhsullar, hansılar ki, immunitetimizi güclü saxlamaqda bizə köməklik edəcək, bu məhsullar haqqında sizə ətraflı, yəni bir neçə dənə əməkdaş biz sizə bunları söyləyəcəyik. İndi isə mən sizə sink haqqında danışmaq istəyərdim. Çünki ilk sink deyildiyi zaman ağlımıza nə gəlir? Güclü immunitet gəlir. Yəni, bəli, sink immunitetin güclü olmasında çox böyük bir rolu vardır. Və ümumiyyətlə, sink hər yerdə doludur və bəs nəyə görə biz məhz Siberian Wellness şirkətinə məxsus olan sinki seçməliyik? İndi isə gəlin onun haqqında daha ətraflı danışaq. Demək ki, ilk növbədə onu deyim ki, sink deyiləndə ağlımıza nə gəlir? Yəni, burada güclü immunitet və yaxud vurğuladığım kimi, sinkin yəni bizim orqanizmimizdə nəyə faydası var? Yəni, onları istəyərdim sadalayım. Yaraların sağalmasında böyük bir rolu vardır. Sink kişilərin, yəni reproduktiv funksiyasında, kişilərdə reproduktiv funksiyasının işləməsində çox böyük bir rolu vardır və tək bəylərin yox, həmçinin xanımların da yəni sağlamlığında böyük bir rolu vardır. Və bu sinkin spermatozoidlərin yenilənməsində çox böyük bir rolu vardır. Ona görə də bəylərimiz xüsusən buna diqqət yetirməlidir və bizim gələcək sağlam nəsil məhz sinkin
olmasından, yəni orqanizmdə ondan asılıdır. Sink əsas 3 böyümə hormonunda anabolik hormonun yəni sintezində iştirak eləyir. Əgər bir uşaq boyu artmırsa, demək ki, bu uşağın çox güman ki, yəni sink mineralının çatışmamazlığı orqanizmdə var. Və sink bütün iltihabi proseslərin mübarizəsində bizə kömək göstərir və bütün orqanizmimizi cavanlaşdırıcı bir təsiri, belə deyək, təsiri vardır və hətta dərimizi də cavanlaşdırır. Sink çox güclü bir antioksidant sayılır, onu da biz bilirik. Və sinki biz necə əldə edə bilərik? Biz ya qidalarımızdan sinki əldə edə bilərik və yaxud da qida əlavələrindən. Biz bilirik ki, qidalarımızda çox az miqdarda vitamin və minerallar var. Çünki kimyəvi maddələrlə doludur. Ona görə bizə nə qalır? Bizə qalır ki, biz üzümüzü tutaq bioloji aktiv qida əlavələrinə. Və şükürlər olsun ki, Siberian Wellness şirkətində yəni bu məhsullar var və biz çox rahatlıqla o məhsulları əldə edə bilərik. Və daha sonra, yəni sinkin bir neçə dənə forması var, hansı ki, insan orqanizmi tərəfindən yəni mənimsəniliyə bilər və hansı ki, yəni yaxşı mənimsənilir və elə forması var ki, yəni yaxşı da yəni qəbul olunmur orqanizm tərəfindən. Ona görə də məhz Siberian Wellness şirkətinə məxsus olan məhsulda, yəni biz bilirik ki, 3 sinkin əsas forması var, hansı ki, burada aratat, laktat, bir də sitrat formasıdır. Və biz bilirik ki, bizim orqanizmimiz, biz bilirik ki, bizim məhsullarımız elədir ki, yəni onların tərkibində əlavə hansısa bitkilər ola bilər, ekstraktlar ola bilər, hansı ki, əsas komponentə o güclü təsiri etmək üçün və orqanizm tərəfindən yaxşı qəbul olunsun deyə, yəni bu əlavə komponentlər var. Və həmçinin də bizim Siberian Wellness şirkətinə məxsus olan sink mineralımızın tərkibində burada həm biz echinacea ekstraktı görmüş ola bilərik, burada it burnu var, acerola ekstraktı var, hansı ki, yəni burada həm iltihabi prosesləri aradan götürmək üçün çox güclü böyük bir rolu vardır. Həm də ki, ümumiyyətlə, yəni sinkin dediyim kimi o daha gücləndirir və daha yaxşı, yəni orqanizm tərəfindən qəbul olunsun deyə, yəni bunlar tərkibində vardır. Bir də bizim sinkin tərkibində həmçinin də mis var. O da çox vacibdir və bunlar ikisi bir araya gələndə, belə deyək, orqanizmimizi sərbəst radikalların radikalların yaranmasından qoruyur və hüceyrələrin yenilənmə prosesini stimullaşdırır. Ümumiyyətlə, əgər bir insan sinki, onun, belə deyək də, bu etaplar hansı ki, biz bilirik ki, keçid etaplar olur ki, misal üçün yaydan biz fəsil dəyişiləndə burada müxtəlif viruslar, qriplər əmələ gəlir və bunların qarşısını almaq üçün bunların qarşısını almaq üçün biz özümüzü qorusaq və başlasaq vaxtında bu mineralı sinki qəbul eləmək, inanın ki, artıq o dönəm başlayanda, o viruslar gələndə biz özümüzü çox rahatlıqla, yəni bədənimizi, orqanizmimizi möhkəmləndirib bu viruslara qarşı bir müqavimət orqanizmimizlə göstərə bilər. Və hətta yəni artıq viruslar başlayıbsa və bir insan sinki qəbul eləyir yüksək dozalarda, onda da eyni zamanda onda da həmçinin
yəni orqanizm tez bir zamanda belə deyək də insan özünə gələ bilir tez bir zamanda və o virusa qarşı gələ bilir. Belə. Və Siberian Wellness şirkətinin məxsus olan, yəni sinkin tərkibində 25 milliqramdır bir kapsulada və biz bilirik ki, xanımlar üçün tələb olunan dozalanma bu demək 10-12 milliqramdır, bəylər üçün isə 15 milliqramdır. Sutkalıq, yəni dozalanmadır. Və əgər tələb olunarsa, biz bu dozalanmaları artırırıq və həmin dediyim o dönəmlərdə hansı ki viruslar daha çoxalır, onda biz dozaları artırırıq. Belə, indi isə sözü verirəm digər bizim əməkdaşa və İsmira xanım bizə indi Navamin haqqında söyləyəcək və onun üstünlükləri haqqında. Buyurun Esmira xanım. Salam, axşamınız xeyir, gözəl komandamız. Mən də bugün sizə Navamin haqqında danışmaq istəyirəm. Biraz araşdırdım, elədim. Navamin haqqında öyrəndim. Yəni, Navamin preparatının tərkibindəki antioksidantların dəqiq birləşməsi və əlaqəsi sayəsində ilk dəfə nadir balanslaşdırılmış antioksidant və prooksidant təsir effektdən nail olub bizim Navamin məhsulumuz. Buna görə də Navamin yalnız orqanizmin normal toxumalarında nəzərə çarpacaq müdafiə təsirini mutant hüceyrələrdə isə əksinə prooksidant təsiri, yəni zədələyici təsir göstərir. Ən əsası da odur ki, Navamin antioksidant kompleksi dərman, yəni kimyəvi terapevtik preparatlarının toksinliyini azaldır və eyni zamanda onların müalicə təsirini gücləndirir. Navamin ilk zamanlardan indiki vaxta kimi müxtəlif istiqamətli terapevtik təsirlərə malik olan preparatlar sayəsində dünya təcrübəsində yeganə bir vasitədir, təbii vasitədir. Antioksidant kompleksi orqanizmimizin etibarlı müdafiəsini təmin edir və onun sağlam toxumalarında mübadilə prosesini normallaşdırır. Yalnız patoloji hüceyrələrin məhvinə kömək edən və seçilmiş zədələyici xüsusiyyətə malikdir. Yəni, belə Lori desəm, haqqında danışsam, yəni Navamin məhsulumuz antioksidantdır, qanımızı duruldur orqanizmdə, sonra ürək damarlarında tromlaşmanın qarşısını alır, ürək damarlarında zərərli xolesterinləri təmizləyir, hətta orqanizmdən ödəmləri götürür, iltihabı problemləri götürür, xərçəng hüceyrəsini belə öldürür. Çünki onkoloji xəstələrimiz daima bu məhsuldan istifadə edirlər ki, çünki immuniteti güclü saxlayır. Həm immuniteti güclü saxlayır, həm də şişlərin əriməsinə, orqanizmdə olan iltihabı problemlər, şişlərin əriməsinə kömək edir. Sonra uşaqlar yeniyetmələr istifadə edəndə boy artımına da qəşəng kömək eləyir. İştahı artırır. Çox adamlar deyir ki, yəni Navamin kökəldir. Navamin tam belə iştirdik etmir, ancaq insanı doğrudan da özünə gətirir. Yəni immuniteti gücləndirəndən sonra insan doğrudan da özünə gəlir. Ona görə bir də ki, Navaminin tərkibində A, C vitaminləri var. Buradakı C vitamini immuniteti güclü saxlayır. A vitamini görmə qabiliyyətimizə kömək eləyir. Y vitamini isə dərimizdə, dırnağımızda, saçımızda olan infeksion viruslara qarşı bizi qoruyur. Sonra ən çox da hansı xəstəliklərdə istifadə olunur? Məsəl üçün, virusların əleyhinə olduğuna görə ən çox qrip xəstəliyində istifadə olunur. İndi də bilirsiniz ki, viruslar yayılıb. Ona görə hər kəsə də məsləhət verərdim ki, profilaktik olaraq həm böyüklər, həm kiçiklər bu məhsulu içsinlər. Yəni gözləməsinlər, tam xəstə olub yıxılsınlar, sonra bu məhsulu içsinlər. Yəni profilaktik də bu məhsulları istifadə eləmək olar. Deməli, qrip xəstəliyində ən çox istifadə olunur, sonra zob xəstəliyində istifadə olunur, mastipatiyası olan xanımlar çox istifadə eləyir, onkoloji xəstələrimiz istifadə eləyir, sonra gepatit xəstəliyində olanlar, nevroloji xəstələr, orqanizmdə, dəridə xora xəstəliyində olanlar istifadə eləyir, sonra kişilərdə prostat vəziyyətdən əziyyət çəkənlər də istifadə eləyir və xanımlarda qadın xəstəliklərindədir, miomadır, kistadır, fibromadır, o xəstəliklərdə də çoxlu istifadə olunur. Ona görə indi virusların ən çox vaxtıdır deyənə məsləhət görürəm ki, istifadə eləsinlər. Yəni profilaktik olaraq böyüklər 2 kapsula səhər axşam içə bilərlər.
Uşaqlar isə bir kapsula səhər, axşam içə bilərlər. Yəni onu günorta da 2 kapsulanın, 4 kapsulanın əvəz eləyə bilərlər. Amma məsəl üçün bəlkə xəstələnəndə, qızdırma olanda, grip olanda, yəni çox adam sual verir ki, bunu çox içmək olar. Bəli, içmək olar. Yəni kapsulaları açıb, biz hətta 10 dənə kapsulanı açıb suya tökmüşük. Onunla təmiz bir qaşıq balla qarışdırmışıq. Hətta EPAM 7-dən belə damcılatmışıq ki, soyuq dəyməni aradan çıxarsın. Bir gün, 2 gün siz grip xəstəliyindən elə bir azad olursunuz tam. İndi bununla bərabər nə içmək lazımdır? Mən bununla bərabər sizə çay məsləhət görərdim ki, 4 nömrəli çayı içmək lazımdır. 4 nömrəli çayda asan tənəffüs, yəni necə deyim, rahat nəfəs almaq, tənəffüs yollarını qorumaq istəyirsinizsə, yəni məsəl üçün soyuq dəymə olanda vəlqam yığılır sinəyə, vəlqamı təmizləmək üçün, sonra soyuq dəymənin qarşısını almaq üçün 4 nömrəli çaydan da istifadə edə bilərsiniz. 4 nömrəli çayda tərkibində cökə var, o antibakterial təsir göstərir. Sonra çoban yastığı var tərkibində, o da sinir gərginliyini aradan qaldırır, kömək eləyir. Tərkibində qaraqınıq bitkisi var, o da sinir sisteminə təsir eləyir, sonra nəfəs almağa da kömək eləyir. Yəni tənəffüs yollarını təmizləyir vəlqamdan, təmiz nəfəs almağa da kömək eləyir. Bir də tərkibində alma dilimləri var. Hə, çatım tabii. Hə, 4 nömrəli çayıdır. Hə, tərkibində bir də alma dilimləri var. O da elə bir içkinin dadını vurğulayır. Yəni çox gözəl bir məhsuldur. Məsləhət görərdim Navamin içəndə 4 nömrəli çaydan da istifadə eləyəsiniz. Məndən də bu qədər, sözü verirəm o spikerlərə buyursunlar. Sağ ol. Salam, hər vaxtınız xeyir olsun. Növbə məndədir. Xoş gördük hamınızı. Deməli, bugün mən sizə vitaminli kalsium haqqında məlumat verəcəm. Ən böyük, ən vacib mövzulardan biri. Vitaminli kalsium, yəni ümumiyyətlə bədənimizin təməli necə binanın dayağıdırsa, kalsium da bizim üçün ən böyük sağlamlıqdır, yəni vacibdir. Ona görə də kalsiumun əsas rolu nədir? Məsələn, kalsiumun 99% sümüklərdə və dişlərdədirsə, yəni məhsul da göstərim. Sümüklərdə və dişlərdədirsə 1%-i belə deyək də başqa orqanlara aiddir, yəni fəaliyyətə bölünür. Onlardan biri məsəl üçün əzələlərin işlənməsidir, ora ürək döyüntüsü də aiddir, sinir sisteminin fəaliyyəti, qan dövranı və qan laxtalanması da aiddir. Yəni kalsium təkcə sümüklər üçün yox, bütün orqanizm üçün də vacib bir orqanizmdir, yəni vacib bir məhsuldur. Gəlin danışaq görək, kalsium çatışmazlıqda nələr baş verir? Sümüklərin əriməsi, tez sınıqların olması, yəni sümüklərdə, dırnaqların qırılması, uşaqlarda boyun ləngiməsidir, yəni inkişafı zəif olmasıdır, dişlərin zəifləməsidir, saçların tökülməsi və s. Yəni tez-tez yorulmadır, əsəbilikdir və s. Bunlar hamısı kalsium çatışmazlığının əlamətləridir. Və bundan əlavə immunitetlə saç tökülməyə, saça qarşı faydası nələrdir? Onları demək istəyirəm. Maraqlı odur ki, kalsium hətta immunitet sisteminə də güclü təsir edir və saçların da gözəlliyi, yəni həm dəri, həm dırnaq, onlara da gözəllik verir. Yəni saçları möhkəmləndirir kalsium, dırnaqları da möhkəmləndirir, saçın tökülməsinin qarşısını alır, dəriyə sağlam və elastik bəxş edir. Yəni bir növ həm daxildən, həm də xaricdən gözəlliyimizi qoruyur. Bunun tərkibində B qrupları olduğu kimi, yəni B12 kompleksidir, D vitaminidir, C-dir, kalsidir və s. Yəni 13 vitamin olduğuna görə əsasən də B12 bəzən B12-ni vurğulayım ki, nə üçündür? Məsələn, B12 bəzən tez-tez yorulmadır, halsızlıqdır, baş gicəllənmədir, göz qaralması, fikir dağınıqları, sonra yaddaşsızlıq və s. Yəni bu hallar baş verəndə ya B12 müşahidə edilir, ya da ki, qan azlığı kimi də
baxmaq olar, amma indi ikisindən biri kimi nəzərdə tutulur. Ona görə də B12 də bunun tərkibində olduğuna görə immun sistemini birbaşa çox gözəl təsir edir. Bir də bu vitamin kompleksi qış və payız mövsümündə daha çox istifadə etmək lazımdır ki, soyuq dəymədən və zəifləməkdən qorusun. Ona görə də hər zaman yəni uşaqlar da, böyüklər də istifadə edə bilər və bu məhsulu biz yeməklərdə ala bilmirik deyə, yəni kalsiumu yeməklərdə ala bilmirik deyə, qida əlavəsi olaraq vitamin kompleksi daha gözəl şəkildə bizə tələbatı ödəyir. Ondan əlavə, əgər biz sərmayə qoysaq ki, bu məhsulları almaqda, onda sabahımız daha sağlam və enerjili olacaq, yəni uzun ömürlü olacaq. Ona görə pulumuzu sağlamlığımıza da qənaət etmiş olaq, baxaq. Həm də uşaqlarımıza və böyüklər mütləq deyil ki, yəni xəstələnsin, istifadə eləsin. Yox, yəni praqmatik olaraq da istifadə eləmək olar. Çünki yəni bu əsasən sağlam insanlar üçündür. Sadəcə xəstələnəndə, yəni problem varsa, onun doza fərqi dəyişir. Yəni bu gözəl kalsiumdan uşaqlarımız da istifadə eləsin. Həm D vitamini tərkibində olduğuna görə məsələn tərləmə ola bilər. Bu da aradan götürə bilər. İndi o da təsir ola bilər. Orqanizmlə fərq var. Yenə də məsləhətləşmək daha önəmlidir. Çünki yəni rəhbərlər daha yaxşı bilər ki, kimin nəsə problemi var. Belə. Məndən də bu qədər. İnşallah ki, çox gözəl faydalandınız. Hər birinizin sağlamlıq arzulayırıq. Salamlayıram hər kəsi. Növbə mənə çatdı və bizim də orqanizmamıza vacib olan ümumi sistemini gücləndirən bir məhsul haqqında danışacağım. Selen haqqında danışacağım. Selen də demək olar ki, əsas maddədir insan orqanizmasına. Ümumi sistemini gücləndirməyə çox gözəl təsir edir. Üstəlik A, C vitamini ilə zəngindir. Tərkibində olan bir çox məhsul var ki, onları sizə sadalayacağım. Şipka itburunu var ki, ondan tanış olanda bizim istifadə etdiyimiz mətbəxlərdə daimi çayda, eyni zamanda qurusu, eyni zamanda da mürəbbəsi çox istifadə olunur. Ən çox qış aylarında, payız aylarında istifadə olunur. İstifadə edəndə həm soyuq dəyməyə, həm də eyni zamanda digər xəstəliklərə kömək edir. İstifadə etdikdə ümumi sistemini gücləndirir və virusdan da qorumuş olur. Hətta itburun bizim sidik qovucu, yəni orqanizmada olan artıq duzları, mayeləri təmizləməyə kömək edir. Üstəlik tərkibində olan acerola gilası var. Acerola bu bitkini çox həqiqətən də araşdıranda baxdım ki, Barbaros gavalısı kimi də adlanır. Bu bitkidə demək olar ki, C vitamininə zəngindir. Hətta portağalı biz bilirdik ki, çox zəngindir C vitamininə, amma portağaldan da qat-qat üstün olan C vitamini var tərkibində. Ümumi sistemini gücləndirir, virusları aradan qaldırmağa kömək edir. Eyni zamanda qan artırıcı bir vasitədir, qanın laxtalanmasının qarşısını alır. Buna görə də selen hər zaman, məsələn, dəmir tərkib belə deyək də, hansısa bir dəmiri qəbul edəndə qanın belə deyək də, həzminə, eyni bir ki, sovrulmasına kömək edir. Dəmiri qəbul edəndə seleni də qəbul etməyimiz daha yaxşıdır ki, selen dəmiri orqanizmada sovrur. Üstəlik tərkibində bizim sarımsaq ekstraktı var ki, sarımsaq ekstraktı da ümumiyyətlə ekstrakt meyvələrdən, eyni zamanda bitkilərdən yığılmış bir mayedir, yəni bir məcundur ki, o daha önəmlidir. Sarımsaq ekstraktı da antibakteriyal, yəni çox təsir edir, antibiotik kimi təsir edir insan orqanizmasına. Yəni sərbəst radikalları orqanizmadan çıxardan, eyni zamanda virusları, mikrobları orqanizmadan belə deyək də uzaqlaşdıran bir vasitədir. Üstəlik tərkibində olan bizim Baykal başlıq otu var ki, Baykal başlıq otu da həm Sibirdə, həm də Çində geniş yayılan bir bitkidir ki, həm bütün belə deyək də dərman vasitələri kimi tanınır, yəni dərmanlarda istifadə olunur. Dərman deyəndə ki, bizim selenium organik selindir, yəni Sibirin bitkilərindən hazırlanan bir vasitədir, yəni belə bir adlanıb. Yəni həmin bitkilər, Baykal başlıq otu eyni zamanda da belə deyim, Çində və Sibirdə böyük, geniş yayılan bir vasitədir.
O da nə edir? Sadəcə olaraq əsəbləri sakitləşdirir, yuxu rejiminə kömək edir. İnsan orqanizmasını cavanlaşdırmağa kömək edir. Qan, belə deyək də, qanın damarda yaxşı işləməsinə kömək edir. Qanın laxtalanmasının qarşısını alır. Vitamin C ilə vitamin C belə deyək də tərkiblidir. İmmun sistemini gücləndirir, virusu aradan qaldırır, antioksidant təsir edir orqanizmaya. Dediyimiz kimi, yəni selenium həm cavanlaşdırır, həm istər dəridə, daxildə çox gözəl təsir edir. E vitamini ilə zəngindir. İnsanı həm daxildən, həm də xaricdən cavanlaşdırır. Çünki biz qəbul etdiyimiz məhsulların hər birisi birbaşa yansıyır xaricə. Bizim də təbii ki, istifadə edəcəyimiz selenium həm istifadə etdikdə cavanlaşdırmağa, dərinin parlaq olmasına, dərinin cavan qalmağına, sağlam qalmağına kömək edir. Ürək qan damar sisteminə də çox gözəl təsir edir. Eyni zamanda da şişlərin, zob xəstəliyinin qarşısını alır, limfaların təmizlənməsinə kömək edir və immuniteti necə lazımdırsa qoruyur. Çünki elə bir vasitədir ki, yəni vitamin C ilə zəngindir. Bilirik ki, vitamin C də bizim orqanizmamıza daimi vacib olan bir vitamindir. Vitaminlə və eyni zamanda bitkilərlə belə deyək də sintez olunan bir vasitə orqanizmamızda oynaqlarda olan ağrını azaldır, kömək edir. Dəriyə, daxilə, dişlərimizə də çox kömək edir. Çünki bilirik ki, biz qəbul etdiyimiz qidalarımızda heç bir vitamin, mineral, heç bir belə deyək də bizə xeyir olan hansısa bir vasitəni qəbul etmirik. Yemək sadəcə olaraq bizi doyurur dostlar. Yəni ki, həqiqətən də yeməyi qəbul edəndə biz doymaq üçün bizə onun heç bir mineralı, ya vitamini bizim orqanizmamızı gücləndirən heç bir vasitə yoxdur. Hamınıza çox tövsiyə edərəm, həm də xanımlarda, eyni zamanda bəylərdə də olan cinsi zəifliyi aradan qaldırır, kömək edir. İstifadə qaydasını da, yəni ki, bir çox insan onsuz da öz orqanizmasını bilir, individual, yəni orqanizma var. Xanımlar, yəni bəylər istifadə edərsə, məsələn, qadınlarda 55 milliqramdır, eyni zamanda bəylərdə 70 milliqramdır. Üstəlik də ki, hamilə xanımlar və süd verən analar da istifadə edir. Hamilə xanımlara 60 milliqram istifadə olunması tövsiyə olunur. Eyni zamanda da süd verən analar da 70 milliqram istifadə edə bilər. Yəni ki, bizim məhsullar hər birisi təmiz və keyfiyyətlidir. Yəni heç bir dərman preparatı deyil deyə hətta hamilə xanımlar da istifadə edə bilər. Hər birinizə sibir sağlamlıq arzu edirəm, hər birinizə can sağlığı arzu edirəm. Təşəkkür edirəm. Bu qədər məndən də. Axşamınız xeyir, hamını xoş gördüm, hamını salamlayıram. Yeni biznes ilində, ilk təlimdə hər kəsi xoş gördüm. Bugün mənim də öhdəmə çox böyük bir məhsul verilib və onu göstərsəm görürsünüz nə boyda böyükdür. İndi mən izah edəcəm ki, bu niyə böyükdür. Bilənlər bilir, bilməyənlər üçün də yeni məlumat olsun ki, bizim bu balaca boyu olub, dam dolusu toyu olan məhsulumuz, bizim evimizdə bir neçə məhsulumuz var ki, biz onlara həmişə təcili yardım deyirik. Şəxsən bizim evimizdə ən çox sevilən məhsullardan biri budur və uşaqların hərəsinin məktəb sumkasında bir dənə olur. İndi izah edəcəm ki, niyə görə? Çünki bu məhsul mənim sevimli məhsulumdur və məni hər zaman bütün vəziyyətlərdən çıxaran bir məhsuldur. Olub ki, uşaq səhər imtahan olunmalıdır və yaxud da indi bilirik ki, bu KSG-lər, BSG-lər yazılmalıdır. Müəllim də həmişə tapşırır ki, mütləq şəkildə uşaqlar hamısı dərsdə olsun. Baxın, bu məhsulla olub ki, uşaq axşamdan görmüşəm ki, biraz nasazdır, burnum axmağa başlayır. Həmin anındaca təsir olub. Qulaq ağrısında olub, təsir olub. Gözdə problem olub, infeksiya düşüb, hər hansısa bir problem olub. Ondan həll eləmişəm. Hətta biz bu yaxınlarda qızım biri gördüm, qaça-qaça gəlib ki, ana, həyətdə bir pişik var, gözləri yara töküb, ona EPAM 7 vura bilərik. Çox gözəl təsir elədi. Təsəvvür edin ki, mən o pişiyi cəmi 2 dəfə görə bildim. Çünki evə gətirə bilməzdim. Elə gətirdiyi podezin qapısında gözlərini əvvəlcə sildim, yudum, təmizlədim. Sonra bu EPAM-dan tökdüm gözünə. Və ikinci gün yenə də eyni təkrar elədim. Üçüncü gün artıq Damla dedi ki,
mən pişiyi gördüm, ana gözləri açılmışdı, amma mənə yaxın gəlmədi. Deyirəm, daha işi düzəlibdi, ona görə yaxın gəlmədi. Yəni, o dərəcədə təbii bir məhsuldur ki, biz bunu hətta heyvanlarda belə təsirini görə bilirik. İndi təsəvvür edin ki, bizim məhsullar bilirik ki, heyvanlar üzərində sınaqdan keçirilmir. Mən onu sınaq məqsədi ilə deyil, çünki eşitmişdim, bilirdim ki, təlimlərin birində səfərimizə Elxan müəllim danışmışdı ki, hətta pişiyin gözlərini belə bundan sağaldır və mən o sözü işlətmişdim deyə, qızım eşitmişdi onu, pişiyi götürüb gəlib ki, bunun gözlərini sağaldaq. Nə xoş halımıza, çünki Allahın dilsiz, ağızsız heyvanıdır, ona görə də mütləq kömək lazımdır. İndi keçək bunun insanlara təsirini. Yəni, böyük bir təsiri var. Hamımız bilirik. Bilməyənlərə də tövsiyə edirəm ki, nə qədər var ofislərimizdə çalışın əldə eləyin. Çünki həqiqətən çox məsləhətlidir. Tərkibi o qədər zəngindir. İndi mən bunun tərkibindən danışsam, təsəvvür edin ki, bu vaxtda xanımlar ki, bu qədər danışdı, bir o qədər də gərək mən danışım. Amma mən məhsulun tərkibində ümumi o orqanizmə, ümumi bizim mövzumuz olan, o immunitetimizə yaxşı gələn, xeyirli olan, faydalı olan təsirlərindən danışacağım, hissələrindən danışacağım. Demək, məhsulumuzun tərkibində ilk növbədə biz bilirik ki, EPAM seriyasının bütün məhsullarında mumia, arı südü, propolis var. Bunlar da immunitet tikinti materialıdır, belə deyək. Mumiyanın özü ta qədimdən insanlara bəllidir. O zamandan təbiblər, müxtəlif şamanlar mumiyadan istifadə ediblər. Hətta ən ağır xəstəliklərin belə o zamanlardan müalicəsini mumiya vasitəsilə həyata keçiriblər. Xüsusilə Hindistan, Tibet və Altayda dağlardan yığılır və onun mənşəyini hələ indiyə qədər izah edə bilmirlər ki, nə mənşəlidir bu. Amma insan orqanizminə xeyrinə görə, ta qədim zamanlardan istifadə olunduğuna görə ənənəvi olaraq bizim təbii məhsullar istehsal edən Cyber Wellness şirkəti də onun xeyrini, faydasını bilib və məhsullarının tərkibinə daxil edib. Demək, immunitet sistemini güclü edir, gücləndirir həmin o mumiya və immunitet sisteminin, ümumiyyətlə insanın o dayaq, qalxan vəzifəsini yerinə yetirən immunitet sistemini davamlı eləyir. Bütün mikroblara, viruslara qarşı orqanizmin davamlılığını artırır. Hətta uzun müddətli yaralarda belə mumiyanın təsirini görmüşük. Yaralarınız olanda EPAM 7-dən ora əlavə vura bilərsiniz. Və ya islatma şəklində, ya pambıqla, ya birbaşa yaranın üzərinə tökə bilərsiniz. İnandırım sizi çox gözəl təsir edir. Çünki tərkibində məhz mumiya var. O mumiyanın sağaltma, yara büzücü xüsusiyyətindən irəli gəlir. Digər bir məhsul tərkibində olan arı südüdür. Arı məhsulları Tanrıdan insanlara verilən bir bəxşişdir. Arı südünün tərkibində xüsusi, çox mürəkkəb tərkibi var. Tərkibində xüsusi zülallar, müxtəlif vitaminlər, minerallar, müxtəlif hormonlar belə tərkibində zəngin olur arı südünün və orqanizmin toksinlərdən, viruslardan, mikroblardan azad olması üçün çox mükəmməl bir vasitədir. Digər bir hissəciyinə propolis haqqında məlumat verim. Propolis də biz bilirik ki, arı məhsulları arasında öz çəkisinə görə seçilən bir məhsuldur. Antimikrob əleyhinə, belə deyək, antimikrob təsiri var. Və bundan başqa bir çoxları antibiotiklərdən istifadə edir, düzdürmü? Propolis təbii antibiotikdir. Sadəcə aptek antibiotiklərdən fərqi olaraq odur ki, heç bir virusda və yaxud da ki, xəstəlikdə ona öyrəncilik yaranmır. Yəni, bir sıra antibiotiklər var ki, biz onları uzun müddət istifadə edəndə artıq müəyyən vaxtdan sonra orqanizmdə ona bir növ öyrənmişlik yaranır və o təsir eləmir. Amma propolisin belə bir xüsusiyyəti yoxdur. Yəni, hər bir virus onu yeni bir şey kimi qəbul edir və o virusun öhdəsindən gələ bilir. Baxın, bizim bu balaca, kiçik məhsulumuzun tərkibində belə bir gözəl məhsullar var. Bu üçlü, möhtəşəm üçlü deyirəm mən həmişə bunlara. Amma bundan başqa məhsulumuzun tərkibində daha çox bitki cövhərləri var ki, bunlardan ən belə ardıcıldan sayım, çoxunu tanıyırıq. Demək, birincisi kəklik otu.
Kəkliyyotunu bir çoxumuz bilirik. Sevinç xanım vurğuladığı kimi, bir çox məhsullar kimi o da bizim məişətimizdə istifadə olunur. Yəni bizim mətbəximizdə demək olar ki, ən sevimli yerdə olur. Xüsusi çay süfrələrində ən gözəl bəzəyi kəkliyyotlu çaydır. Bu nədən irəli gəlir? Çünki qədim zamanlardan insanlar kəkliyotunun xeyrini, faydasını biliblər. Düzdür, elm sonradan onun tərkibini araşdırıb, amma bunu qədim zamanlarda insanlar artıq öz təcrübələrində hiss eləyiblər ki, kəkliyotunu içəndə insan daha əhval-ruhiyyəsi düzəlir, orqanizmdə yenilənmə baş verir. Nəyin hesabınadır? Birincisi, tərkibində kifayət qədər vitaminlər var və ən gözəli kəkliyotu dəmirlə zəngin olan bitkilərimizdəndir. Təsəvvür edin ki, siz EPAM-7-ni immunitet üçün verirsiniz, amma həm də orqanizmə dəmir vermiş olur. Bundan başqa, kalium zənginliyi ilə seçilir. Tərkibində çox miqdarda kalium var və tərkibindəki bu antimikrob təsiri bu kəkliyotunun EPAM-7-nin tərkibinə daxil olmasına səbəb olub. Çünki biz deyirik ki, bu immunitetin keşiyində durmaq üçün, yəni viruslarla mübarizə aparmaq üçün bizim məhsulumuzdur. Digər bir bitki haqqında, solma çiçəyi haqqında məlumat verim. Bir çoxlarınız bilirsiniz, solma çiçəyi besmertnik. Bir çoxlarının rusca adını bilir, solma çiçəyi deyəndə bilmirlər. Besmertnik. Besmertnik təkcə virus əleyhinə deyil, həm də biz çoxumuz bilirik ki, bizim antiparazit məhsullarımızın tərkibində də var. Təsəvvür edin ki, siz həm immuniteti qoruyursunuz viruslardan, həm də orqanizmə antihelmint təsir göstərir. Belə bir faydası da var. Ümumilikdə, demək, bir çox problemlərin müalicəsində istifadə olunur. Məsəl üçün, qaraciyər problemlərində geniş istifadə olunur solma çiçəyindən, xolesistitdir, müxtəlif problemlər, yəni infeksiya ilə bağlı xəstəliklərdə geniş istifadə olunur təbabətdə. Digər bir tərkibində olan bitki boyma dərəndir. Boyma dərən də özünün xüsusi antimikrob, antivirus təsirindən fərqlənən bitkilərdəndir və bu məhsulumuzun tərkibindədir. Digər bir bitki qaraqınıq otudur. Bunu da bir çoxlarımız biz çaylarımızdan və digər məhsullarımızdan bilirik ki, tərkibi çox zəngindir. C, B1, B2 vitaminləri ilə güclü antioksidant sayılır. Bitkilər arasında qaraqınıq güclü antioksidant sayılır. Yəni orqanizmdə lazımsız belə deyək, hissəcikləri bloklayır və onların sağlam hüceyrələrə hücumunun qarşısını alır. Başqa dazotu var tərkibində. O da E, C və PP vitamini ilə zəngindir. Biz bilirik ki, immunitet üçün möhkəm lazım olan vitaminlərdən biri də PP vitaminidir. Bir çoxları bunu tanıyır, bilirlər və çox axtarırlar. Bəzən olur, müraciət edirlər ki, sizdə PP vitamini var. İzah edirəm ki, bizdə PP vitamini ayrıca deyil, məhsullarımızın tərkibində var. Və iltihab əleyhinə təsiri olduğuna görə çox gözəl bir bitkidir. Bundan başqa istiotlu nanədir, sonra tərkibində ən vurğulamaq istədiyim bitkilərdən biri də echinaceadır. Echinacea ümumiyyətlə qədimdən ən ağır xəstəliklər, hətta xərçəngin müalicəsində belə öz töhfələrini verən bir bitkidir. Və onun mikrob əleyhinə, virus əleyhinə təsirini, gücünü bildiklərinə görə alimlər həmin o bitkinin ekstraktını bizim bu məhsula daxil ediblər. Və bir gözəl xüsusiyyət də var onun, allergik reaksiyalarla mübarizəsi var. Echinacea orqanizmdə allergik reaksiyalarla mübarizə aparandır. Və təsəvvür eləyin ki, bir çoxları deyir ki, mənim bəzən olur arı məhsullarına allergiyası olan insanlar, amma çox rahatlıqla mən vermişəm bunu. Elə insanlar vermişəm, çünki bunun tərkibindəki o echinacea'ya ümid eləmişəm. Bilirəm ki, o allergik reaksiyaların qarşısını alır. Ümumilikdə təsəvvür edin ki, bir dənə biz immuniteti möhkəmləndirmək üçün hal-hazırda Esma xanım vurğuladığı kimi hal-hazırda qrip virusu yayılıb. Heç ona qrip virusu da demək olmur. Çünki onun mənşəyi bilinmir, etiologiyası bilinmir nədir, nədən yaranıb, hansı xəstəliklərin birləşmiş formasıdır. Yəni həkimlər özləri belə nə ilə mübarizə apardıqlarını bilmirlər və onun konkret müalicəsini bilmədiyi
dediklərinə görə bizim birinci vəzifəmiz ətrafımızda olan insanlara, yaxınlara, doğmalara, klientlərə başa salmaq lazımdır ki, mütləq şəkildə gözləməyin ki, xəstələnəsiniz. Mütləq onu əvvəldən qeydinə qalmaq lazımdır, immunitetin qeydinə qalmaq lazımdır. Bax, balaca bir məhsuldur. Alırsınız evdə, gündəlik istifadə edirik. Yəni dozası elədir ki, profilaktik olaraq yazılır ki, böyüklərə, kiçiklərə gün ərzində 2 dəfə 10 damcıdan. Amma biz bilirik ki, məhsullarımızı çox içmək ziyanı yoxdur, əlbəttə ki, məsləhətlə lazımdır. Yəni, hər orqanizm individualdır, ona görə təyin edəndə və nə üçün istəyirik onu baxmalıyıq. Çünki biz bu məhsulu immunitet möhkəmliyində istifadə edirik, antiparazitar proqramda veririk, qaraciyər proqramlarında veririk və həmin proqramlara əsasən biz təyin edə bilərik. Əsasən gün ərzində 3 dəfə 10-20 damcı arasında yaş fərqini nəzərə alaraq 10-20 damcı nəzərdə tutulur və belə təyin olunur. Amma xəstəlik zamanı, əgər bu insan artıq özünü halsız hiss edirsə və xəstələnəcəyini görürsə, onu çox rahatlıqla çoxalda bilər. Yəni dozanı çoxalda bilər. Gün ərzində 5 dəfədə, 6 dəfədə 10 damcıdan vura bilər. Olub ki, şəxsən öz uşaqlarımda, hətta çünki bizim, mən uşaqları niyə görə hər zaman vurğulayıram? Çünki insan uşağına nəsə olsun istəməz və ən yaxşı nə də varsa biz bir valideyn kimi çalışırıq ki, evladlarımıza verək. Olub ki, bir gün ərzində bir dənə EPAM 7-ni bir uşaq içib qutarıb. Və səhərə də normal şəkildə qalıb. Hətta müəllimləri arasında da belə söz deyirlər ki, həmişə sənin uşaqların onsuz da xəstələnsə belə bir günə sağalda bilirsən. Hamısı neyin hesabınadır? Baxın, bu məhsulların hesabınadır. EPAM 7-dir, Navamindir, nömrə 4 çaydır. Havalar sərinləməyə başladı. Bizim evimizdə o məhsullar daimidir. Çaylar daimi içilir. Esmir xanım vurğuladığı kimi olub ki, bir balaca görmüşəm ki, ağırlaşmağa doğru gedir. İlıq ayran eləmişəm. Çünki bizim navaminimiz turş mühitdə daha tez reaksiya verir və orqanizmə daha tez təsir edir. Ora EPAM-da əlavə eləmişəm. Uşaqlar üçün vitamama siropu var idi. İndi çox heyf ki, hal-hazırda yoxdur. İnşallah gələr. Çünki bir çoxlarının artıq ehtiyacı var. Onu əlavə eləmişəm. Nömrə 4 çay dəmləmişəm yanına və yaxud da bir yerdə qatmış navamini içib ondan sonra balla nömrə 4 çay vermişəm üstünə. Yəni bu məhsulların üstünlüyü odur ki, əlimizin altında olan bizim digər vasitələrə ehtiyacımız olmur. Və çox rahatlıqla, çox asanlıqla biz öz ailəmizin, uşaqlarımızın, ətrafımızda olan hər bir insanın sağlamlığının qeydinə qalmış oluruq. İmmunitet çox vacibdir. Dinara xanım çox qəşəng vurğuladı. İmmuniteti möhkəm saxlamaq insanın ümumilikdə sağlamlığı deməkdir. Hər birinizə sağlamlıq arzulayıram. Xüsusilə də Sevinç xanım demişkən, Sibir sağlamlığı. Çox sağ olun, məndən bu qədər. Çox sağ olun. Hər bir əməkdaşımıza təşəkkür edirəm. Bu qədər dolğun məncə məlumatdan sonra indi ola bilər ki, kiminsə sualı olsun. Suallarınız varsa mövzuya dair suallarınızı verə bilərsiniz. Əlbəttə ki, bizim məhsullarımız çoxdur və burada biz Elbifit haqqında da danışa bilərik, hansı ki immunitet üçün o da çox vacibdir. Və burada bizim korin balzamımız da var, hansı ki o da çox vacibdir. Yəni bu belə məhsullarda hansı ki artıq korin, navamin, yəni onlar çox məşhur məhsullardır, hansı ki hər bir insanın onun haqqında bir məlumatı var və hər evdə istifadə olunan məhsullardır. Yəqin ki, yəni əməkdaşlarımızı nəzərdə tutsaq, hamının evində bu var və müştərilərimizin də həmçinin. İndi sual varsa, buyurun suallarınızı verin. Yoxdursa, onda biz sağollaşaq. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Bayaqdan inanın ki, o qədər də bir-bir məhsullardan xanımlar danışdılar, maşallah. Çox gözəl, ətraflı məlumat verdilər. Hərəsindən də doğrudan da nəticə var, nəticə görmüşük. Adi mən EPAM 7 Səbinə xanımın danışdığı EPAM 7-dən bir söz deyim. Deməli, baldızımın oğlu qaldı bizdə, böyükdür. Deməli, göz damcısını evdə unutmuşdu. Dedi, bibi, mən nə edim? Dedim, Orxandayam. Mən gətirdim EPAM 7-ni, hər gözünə bir kapli tökdüm.
Səhər getdi işə, mənə səs atdı ki, Bibi, o nə idi mənim gözümə tökdün? Mənim gözümü necə derinəmləndirdi. Yəni EPAM 7, yəni tək dil altına daxilə yox, gözə də belə, yəni tökmək olur. Mən tək yəni baldızımın oğluna yox, öz övladıma da, oğluma da tökmüşəm. Navamin bu yaxınlarda Xədicə bizdə bilirik ki, soyuq düşən kimi sinif hamısı olur xəstə və Xədicəmə keçdi. İnanırsınız, bir günə mən təkcə bir dənə Navaminlə, yəni mən onun nəticəsini gördüm. Verdim, qəbul elədi, yatdı. Səhərə elə bir ki, heç nə bir şey yox idi da. Çünki doğrudan həmən günü çox narahat idi. Maşallah olsun, vitaminli kalsi. Vitaminli kalsidən mən öz nəticəmi deyim ki, deməli, bir 3-4 ay bundan qabaq məndə B12 tamamilə demək olar ki, 0 dərəcədə idi. Hətta mənə iynəsini belə yazmışdılar. Mən də məhsullarımız ola mən aptekə belə üst tuta bilmərəm. Gəldim, evdə 2 dənə B12 kompleksi məhsulumuz var idi. Biri gözəllik vitamini, biri vitaminli kalsi. Siz inanırsınız ki, 3 aydan sonra mən gedib yenidən analiz verəndə B12 məndən nə qədər qalxmışdı. Elə bilirdilər ki, yəni iynə ilə, dava ilə, dərmanla xeyr, yəni məhsullarımızda. Doğrudan da bu mümkündür və aramızda Aynur xanım var ki, indi çox güman ki, buradadır. Navaminlə o xanım təsəvvür edin ki, şiş, limfa şişi başına qədər yəni qalxmışdı. Üzündə, boğazının altında, başına kimi yəni metastaz vermişdi. Hətta yəni türk həkiminə belə yəni müraciət edəndə türk həkimi qəbul eləməmişdi. Özü də əgər utanmasa Aynur xanım özü də danışa bilərdi. İndi bilmirəm. Amma onun yerində desəm mən danışdım. Doğrudan da yəni qızına verdiyi Navamindən qəbul edib doğrudan çox gözəl nəticə gördüm. Maşallah olsun. Xanımların sözünə qüvvət, çalışmayaq ki, yəni xəstələnək, sonra qəbul edək. Qəbul edib sağlamlığımızı qazanaq. Belə. Çox sağ ol. Bəli, düzdür, biz oturub gözləməməliyik ki, hansısa bir xəstəlik bizi tapsın və onu əsas odur ki, bizim ətrafımızda olan insanlara bu məlumatları da ötürməliyik ki, onlar da hamısı faydalansın və onlar da bizim kimi bu məhsullardan istifadə edib özlərini qoruya bilsinlər. Əlbəttə ki, nəticələrimiz çoxdur və sabah inşallah bizim belə offline görüşümüz olacaq inşallah. Orada biz öz nəticələrimizlə bölüşəcəyik. Dəvət edin öz müştərilərinizi, insanlar gəlsin və onlar da bu məlumatlardan faydalansın. Və orada hər birimiz öz nəticələrimizi inşallah paylaşacağıq. Belə, əgər heç kimin sualı yoxdursa, onda Zoom-u bitirək və sağollaşaq. Dinara xanım, Bəli. bayaq dediniz ki, Elbifit və bəzi məhsullarımız, təbii ki, çaylarımızın da tərkibində vitamin, mineral var. Yəni, çay nömrə 6-dan deyə bilərəm ki, həm birinci növbədə antioksidant belə deyək, müdafiə edir orqanizmanı, üstəlik sink var tərkibində, maqnezium var. Digər belə minerallar var ki, orqanizmamıza çox gözəl təsir edir. Bu çayları görürsünüz də, bunların hamısı mənimdir, heç bir sifariş deyil, bugün götürmüşəm. Hər birisi ayrı-ayrılıqda mənə çox gözəl kömək edir. Bunların hamısının tərkibində vitamin, mineral var. Yəni, burada yeni qoşulan xanımlar üçün də deyim ki, yəni, deməyin ki, mən bir dəfə içdim, məsələn, çay nömrə 4-ü, deməyin ki, məsələn, mən bir dəfə içmişəm də çay nömrə 6-nı. Evinizə daim lazımdır. Qara çayı tamamilə unudun. Yəni, həqiqətən də sağlamlığını qoruyan insan qara çayı da unutmalıdır. Çünki mənim evimə qonaq gələnə çay dəmləyirəm. Həqiqətən sözümün əsl mənasında, yəni inana bilərsiniz. Çünki mən çay istəmirəm. Yəni kraskadır o, bizim orqanizmamıza ziyandır. Gedib 53-54 manat verib Lənkəran, əsl Lənkəran çayı alsanız, yenə də onun faydasını, belə deyim, bunların faydasını o çaylarda görə bilməyəcəksiniz. Həqiqətən də çox keyfiyyətli, özdəki nə qiyməti var ki, çox münasib qiyməti var, alıb içə bilərsiniz hər biriniz. Artıq bilirəm ki, burada əməkdaşlarımız içir, amma mənim evimdə daimi, yəni daim bu çaylar var. Bunların hamısı mənim zapazımdır. Bu qədər məndən. İnşallah hər kəs yəqin ki, çox yaxşı bir məlumat alır. Yəni, yeni qoşulanlardan təbii ki, söhbət gedir. Bəli, düşünürəm ki, hamıya faydalı oldu. Çox dolğun bir Zoom, yəni çox dolğun bir məlumat verdik hər birimiz və düşünürəm ki, sabah inşallah bu cür də gözəl davam eləyər bizim görüşümüz və təlimimiz.
Əgər sual yoxdursa, onda sağollaşırıq. Gecəniz xeyrə qalsın. Sağ olun.